Xoş gördük əziz dinləyicilər. Bu günləri Ukrayna və Amerika nümayəndə heyətlərinin sülh barədə görüşü tamamlanıb. Əlbəttə görüş barəsində ən vacib olan detallardan biri ondan ibarətdir ki, Marco Rubio bildirib ki, biz bu sülhdə əlbəttə ki, Ukraynanın tam sürətdə təhlükəsizliyini qoruyub, Ukraynanı güclü bir dövlətə çevirməliyik və dünyaya güclü bir dövlət kimi saxlanılmasında maraqlıyıq. Bu birinci məsələ. İkinci məsələ isə Karib dənizində vəziyyət pisləşir. Artıq Amerikanın Venezuelaya, yəni Maduro hökumətinə zərbə vurması deyə bilərik ki, an məsələsidir. Çünki bütün hazırlıqlar, bütün filoları artıq Karib dənizinə endirilib. Üçüncü vacib xəbərlərdən biri ondan ibarət ki, bilirsiniz ki, Rusiya həmişə öz areşnikləri ilə, sarmatları ilə müəyyən mənada dünyanı, Avropanı qorxutmaq istəyib. Bu Sarmat raketini də bilirsiniz bir dəfə bunun təlimini keçirdilər, atmaq istədilər, amma bunkerdə partladı və böyük bir krateri darmadağın etmiş oldu ki, bu Sarmatı nəhayət Rusiya uçurda bilmir. Bu dəfə də Sarmatın təlimi keçirildi və Sarmatı uçurtmaq istədilər ki, Avropaya gözdağı versinlər, amma bu dəfə Sarmat qalxdı, yerindən qalxdı, yerində partlamadı, amma biraz qalxdıqdan sonra yenidən Rusların başına enib partlamış oldu. Təşəkkür edirəm diqqətinizə görə.